təəssüflər olsun ki, Azərbaycan adlı bir dövlətin Bives futbol komandası var, hansı ki bu bayram günlərində sizin də bizim də əsəblərimizlə oynayır və Portuqaliyadan gətirdiyimiz o dos Santos nədir o baş məşqçi fason deyir ki, biz meydana qələbə üçün çıxmamışdıq, elə belə vaxt keçirmək üçün çıxmışdıq. Onu AFA ilə bir yerdə Azərbaycandan iti qovan kimi qovmaq lazımdır. Milyonlar qazanırlar, mafyozlar. Azərbaycan xalqı da bayram günündə əsəb keçirir Bives futbol oynadıqlarına görə. Bundan danışmaq lazımdır. Gənclər və İdman Naziri özün az reklam eləsin, AFA-nı yıxsın, hörmətli Fərid Qayıbov. Xanımı ilə oturub Qəbələ qatarına şəkil çəkir, paylaşır ki, mən xanımımla Qəbələyə gedirəm mən. Sən istəyirsən, hara istəyirsən, gedə, futbolla məşğul ol. Futbol mafyozlarını yığışdırmaq lazımdır Azərbaycandan ki, Azərbaycanı rüsva eləməsinlər. Dünyanın ən geridə qalmış komandası Haiti gəlib Sumqayıtda 3-0 Azərbaycanı udur. Santuşda durub deyir ki, biz elə belə çıxmışdıq, belə. Yəni bizim də adımız olsun. İndi hələ komediya sabah yox, birisi sabah olacaq. Belarusiya ilə onu oynayırlar. Lukashenko'nun igidləri görə Bakıda bizim başımıza nə oyun gətirəcəklər. Və bununla məşğul olmaq lazımdır. Dövlətimiz güclüdür. Pulumuz var, hər şeyimiz var. Amma pulu da Santuşlar gəlib burada Berti Foxlar, nə bilim, Fox çıxara AFA-nın sabiq və indiki rəhbərliyi ilə bir yerdə Azərbaycan xalqını biabır edirlər. Ondan danışmalıyıq. Təşəkkür edirəm Arzu bəy. Yəni üzr istəyirəm. Yəni bu bayram günündə bəlkə də bu mövzular artıq görünür. Amma bunları deməliyik ki, başa düşsünlər ki, Azərbaycan cəmiyyətini nə narahat edir. Bu mənim bir Azərbaycanlı kimi belə məsələlər çox narahat edir. Nə olsun mən hərbiçi olmuşam və ya ehtiyatda olan hərbiçiyəm. Mənim də qürurum var ki, mənim qürurumu hansısa Fernando dos Santos, nə bilim, başqa söz deyərdim. Gəlib burada Azərbaycanda mənim əsəblərimlə oynayacaqsa, onu buradan, aeroportdan onu günün günorta vaxtı qovmaq lazımdır, geçsin başqa yerdə oynasın. Azərbaycan xalqının heysiyyatını oynasın. Elə onun o açıqlamasını mən də izlədim. Açıqlama verilən anda nazirlik səviyyəsində ona kəskin reaksiya verilib və siz dediyiniz qaydada geri göndərilməli idi. Gənclər və İdman Nazirliyi, ümumilikdə o nazirliyin fəaliyyəti, çox böyük qalmaqallar var. Zaman-zaman biz də danışırıq, siz də izləyirsiniz yəqin ki. Bəli, tamaşaçılarımız da yazır. Buyurun. Arzu bəy, çox üzr istəyirəm. Ola bilsin, yenə də bayram əhvalına uyğun olmayan söhbət kimi yəni dəyərləndirərlər. Amma mən yenə də deyirəm, Azərbaycan dövlətinin heç kim təhqir eləməyə ixtiyarı yoxdur. Heç kimin ixtiyarı yoxdur. Çünki bizim xalqımız kifayət qədər əziyyət çəkmiş, bu Qarabağın ətrafında, onsuz da bizim başımıza çox oyunlar gətiriblər. Bu Rusiyası, bu nə bilim Fransası, bu Amerikası və digərləri. İdmanda da bu cür yəni yanaşma görəndə, bu cür nəticə görəndə adam az qala belə deyim də havalana, belə yumşaq söz, başqa söz tapa bilmədi.